Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve men təbiəhum bi ihsanin ilə yevmiddin. Əmmə ba'd. Deməli, qardaşlar, Uca Allahın müvəffəqiyyəti ilə bugün Umdatul Əhkəm kitabından namaz bölümünün 5-ci hədisini oxuyacağıq. Buyurur ki, Şeyx Əl-Hədithul Xamis, 5-ci hədis. An Aliyyin radiyallahu anhu. Ənə Nəbiyyə sallallahu aleyhi və səlləm qalə yevməl xandaq. Əli radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Xəndək günü belə dedi, yəni Xəndək savaşı olan günü. Mələ Allahu quburahum və buyutahum nəra kəmə şəğalunə anis salatil vusta həttə qabətiş şəms. Allah onların qəbirlərini və evlərini odla doldursun. Necə ki, onlar bizi günəş batana qədər orta namazı qılmaqdan bizi məşğul etdilər. Biz orta namazı qılanmadıq, hətta günəş batdı. Bu hədisi İmam Buxari rahimehullah rivayət edib 2931-ci hədis və Müslim rivayət edib 627-ci hədisdir. Və fi lafzin li muslimin, Müslimdə keçən ləfzdə isə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, şəğaluna anis salatil vusta, salatil asr. Onlar bizi orta namazdan, əsr namazından, yəni məşğul etdilər. Thumma sallaha beynəl məğribi vəl-işə. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm həmin namazı, buraxdıqları namazı məğriblə işə arasında qıldı. Məğrib namazının işə namazı arasında qıldı. Müslim rivayət edib bunu 627-ci hədis. Və lehu an Abdullah ibn Məs'ud qal. Həmçinin Abdullah ibn Məs'ud radiyallahu anhu deyir ki, Həbəsəl müşrikun Rasulullah sallallahu aleyhi və səlləm an salatil asr həttə ihmərrətiş şəms av isfərrət. Müşriklər deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmi əsr namazını qılmaqdan saxladılar, hətta günəş qızardı və yaxud da ki, saraldı. Fəqalə Rasulullah sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləm də dedi ki, şəğaluna anis salatil vusta, salatil asr. Onlar bizi əsr namazından, orta namazdan məşğul etdilər. Onlar bizi məşğul etdilər, biz orta namazı, əsr namazını qılanmadıq. Mələ Allah əcvafəhum və quburahum nəra. Allah onların boşluqlarını, yəni içlərini və qəbirlərini odla doldursun. Av həşəllahu əcvafəhum və quburahum nəra. Yəni, və yaxud da belə dedi ki, onların içlərini və qəbirlərini odla doldursun. Bunu da Müslim rivayət edib 628-ci hədisdir. Deməli, burada Xəndək günü olan bu hadisədən gedir söhbət. Deyir ki, burada açıq, aydın dəlil var ki, salatul vusta əsr namazıdır. Və Quran-ı Kərimdə də vusta keçir də, əl-vusta. Bu deyir, əsr namazının vaxtıdır. Yəni, cümhur da bunu deyir ki, yəni salatul vusta, yəni orta namaz əsr namazıdır. Bunu orta olaraq mənasını deyirik. Və şeyx burada maraqlı bir şey deyir. Deyir ki, bunun mənası əl-vusta, yəni əslində hərfi cəhətdən orta məna deməkdir, orta. Bunun mənası deyir, namazların arasında olan bir namaz mənasında deyil. Yəni əslində orta namaz deyil. O deyir, bəl mə'nəl-vusta əl-fudla. Əksinə deyir, vusta mənası üstün mənasıdır, fəzilətli məna verir. Vusta fudla demək, yəni üstün. Yəni əsr namazı əslində adı nədir? Əl-vusta, yəni üstün olan namaz. Və həmçinin burada dəlil var ki, kim bir namazı unudarsa, onu xatırladığı zaman qılır. Çünki burada bir ehtimal var ki, ola bilsin ki, Peyğəmbər sallallahu aleyhi ve səlləm onu unudub. Yəni, həmən o qədər ki, savaşa başları qarışıb, əsr namazını qılmağı unudublar və hətta günəş qızarır, artıq batmağa meyllənib. Və yaxud da ki, ola bilər ki, bu qorxu namazının təşri olunmadan qabaq olub. Qorxu namazının, yəni təyin edilmədən qabaq olmuş ola bilər. Amma deyir, zahir olan odur ki, yəni üzdə görünən odur ki, hədisin zahirindən artıq qorxu namazı var idi. Lakin o qədər ki, məsələ şiddətli idi, savaşın o şiddətindən
onu unutdular. Əsr namazının vaxtını unutdular. Başları savaşa qarışmışdı. Və bir də günəş artıq qızaranda gördülər ki, artıq əsr namazının vaxtı çıxır da, yəni. Və həmçinin bu hədisdə ona dəlil var ki, məzlum, zülmə məruz qalan insan ona zülm edənə həddi aşmadan bəddua eləyə bilər. Həddi aşmadan bəddua eləyə bilər. İbn Məsud radiyallahu anhunun da deyir, hədisi deyir, buna da dəlalət eləyir. Və burada deyir, və mə'nə həşə və mələ vahid. Yəni, doldurması mələ ilə deyir, həşənin də mənası deyir, eynidir. Yəni, ikisi nədir? Doldurmaq mənasındadır. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem burada bəddua necə deyir? Deyir ki, Allah onların içlərini və qəbirlərini odla doldursun. Gör, o namazın vaxtının keçməsi Peyğəmbər sallallahu aleyhi ve sellem nə qədər pis təsir edib ki, nə qədər Peyğəmbər sallallahu aleyhi ve sellem ağır gəlib ki, heç onlarla savaşdığı vaxtda heç Peyğəmbər sallallahu aleyhi ve sellem onlara bəddua eləmədi. O vaxt ki, biləndə ki, onlar artıq namazdan onu əgələdilər, onda bəddua eləyir sallallahu aleyhi ve sellem. Subhanallah. Ona görə yəni, burada həmçinin bizə də işarə var ki, biz namazların vaxtlarına gərək diqqət eləyək, namazları vaxtında qılaq. Allah subhanahu teala bizləri müvəffəq eləsin. Allahumma amin və subhanəkə Allahumma hamdik əşhədu ən la ilahe illə ənt əstəğfiruka və etûbu ileyk.